təzə efirə gəlinirdi. Hələ təzə çıxırdı, mənim efirimə gəldi. Gələndə baxdım ki, adam əməli başlı yığdırıb da bədənini qəşəng. Deyəcək yığdırmamış. Bədənini qəşəng yığdırıb şəkilləndirmə eləyirdi. Bunu kəsin. Kəsilməyəcək, canlı efirdir. Qəşəng bədəni, gözü. Ha, indi bax, gördünüz, dedilər. Mənim bildiyimi başa düşdüm. Mənim niyə bədənim buradan müzakirə olunmalıdır? Pisdir ki, bədən şəkilləndirmə. Mən gələndə demişdim axı ki, mənə belə söhbətlər eləmək. Mən sual verirəm. Bayaqki tema. Onu bayaqdan efirlərdən heç bir efirlərdə belə söhbətlər yoxdur. Aha, siz danışma əsəbi gəlmişsiniz deyəsən. Ay efirlər buradan, ay efirlər oradan. Vallahi efirin də biri bu. Niyə verirsiniz o sualları? İnsanlar xoşunuza gəlmədi ki? İnsanların xoşu gəlmir. Nə xoşunuza gəlmədi ki, məsələn? İnsanların xoşu gəlmir. Niyə verirsiniz siz aparıcılar o sualı? Kimisə bədəni sizə lazımdır. İndi qulasın, mən sizə bir intellektual cavab verim. Yoldaşına, Mehriban xanım, qulasın. Əzizlərinə lazım olsun. Ola bilərmi ki, sizin zəif? Sən mənə heç vaxt ümumiyyətlə toxuna bilməzsən, o barədə danışmayaq da, xahiş edirəm. Bir dəqiqə, Mehriban xanım, bir dəqiqə, biraz şeyi saxlayaq. Şeyi saxlayaq dedim, mən niyə o suallar verirsiniz mənə? Xoşlamıram, mən bayaqlarımda dedim. Tamam.